Salam, Respons kanalına xoş gəlmisiniz. Yeni PUBG Mobile oyunundan qarşınızdayım. Mən bu oyunu oynayıb inanmağa çalışacağım. Hey teoriyeli, salam. Sizə salam. Aleyküm selam bro. Sizə salam gətirmişəm. Selam bro. Aleyküm salam. Azerbaycanlı kardeşim benim. Sağ ol Türkiyəli kardeşim mənim. Atladıq. Elə təsadüfi olan bir yerə atladım. Hara atladım çox önəmi yoxdur, mənə elə gəlir. Ya bu ikinci oyunumdur. Qaydat video qeydiyyatını açmamışam. Oyun getdi bir dənə oyun. Qəşəng bir dənə maraqlı oyun oynadım. Qəşəng də qəşəng. Partlayış. Getdi oyun. Demirəm daha necə bir oyun öyle. Niyə götürmürsən? Ayarların yerini dəyişdi. Biraz özümüzə toplayaq, görək nə toplayırıq. Topladığımız qədər əlimizə silahdan zaddan bir şey alaq, bizə gələn təhlükələri dəf eləmək üçün. Bax bu məsum bir insandır, bax, baxın. Baxın. Gözündəkini çıxardım. Məsum olması gedir. Məsum olması. Dayan. Bu botu vurum sonra. Bu botu vurum, hər şeyi başa salacağım indi. Danışacağım. Xəritənin hansı yerindəyim? Aha, gördün botu necə vurdu. M16'yı alalım. Keçək içəri. Burada cam malzeməsini də alım. Bir dəqiqə. Allah, bax. Bir dənə oyun oynadım, getdi çöpə. Çöpə getdi. Niyə? Qeydiyyatı, video qeydiyyatı açmadım. Getdi oyun. Bax, indi də ayarlardan oynadım. Biraz donmalar, kasmalar vardı ayarlarda. Parametrlərdə. İndi bu parametrləri düzəlmişəm. Düymələrin yerləri tip. Burada saxlayıram videonu. Düymələri düzəldim, gəlirəm. Yaxşı. Beləliklə geri qayıtdım. Tuş takım ayarlarımı ayarladım. Ekran biraz fərqli görsəndi. Görsəndi. Bunun heç bir yaxşısı yoxdur. Biraz lootumu eləyim, çıxım aradan. Bir dənə bu oyunçunun məsum sifətinə baxın. Baxın, yazıq deyilmi bu? O niyə öldürürsünüz axı? Çox elə də məsum dayanmır. Artıq maşını da tapdıq və gəldi Poçinkinin ətrafına, öldüyümüz yerə. Bura daxil olanda oyun bir bayaz dondu və burada bir maşın görürəm. Burada bu maşının olması heç bir xeyir əlamət deyil. Ətrafdakı səsləri kəsməyə çalışacağım. Öncə ətrafı eləyək. Ətrafdan tanış olaq. Vəziyyəti anlamaya çalışaq. Burada nə baş verir? Burada squeeze var. Aha. Adam var. Bunlara sıxıb qaçsam bacararam. Rezon da verdi. Bəlkə birini bu haldım raşa keçim.
Xeyli vurdum. Sıfırdan red zone var. Orada girdiler birbirlerine. Buradan necə pəncərə mənə lazım deyil. Ona çox vurmuşdum, onun canı çox az qalmışdı. Şirnikirəm və bu mənə təhlükə yaradar. Çıxaq gedək buradan. Bax, oyun getdi. Bir neçə anlıq dondu, yəqin ki ətrafda adam var. Bura baxaq görək. İşimizə yarayan bir şey çıxmadı. Oturaq maşına güvənli mərkəzə gedək, daxil olaq. Orada bir dənə maşın xəsarət alıb, yoxsa sadəcə dayanır. Sadəcə dayanır. Ətrafında da kimsə yoxdur. Xəritəni açsam, sahilin noizinə daxil olmalıyam. Burada maşın saxlanılıb. Tüh səni, tüh. Oyda. Necə öldüm, necə. Uşaqlar, oyunda hiylə var, deyirəm, deyirsiniz, yoxdur hiylə. Deyirəm, mənim sistemimdə problem var, deyirsiniz, yox, ən son sistemdir. Deyirəm, bəs onda problem nədir? Bir dənə problem qalır. Mənim qolsuz olmağım. Bilmirəm. Bəlkə də doğrudan da qolsuzam. Oyun bilmirəm mən. Birleş 274 hasar. O birleş də vurduğum bot idi. Bu 274 hasarı da Pochinki'nin yanından kastım uzaqdan. Və maşında həlak oldum. Yox, mən bu oyunu bacarmıram. Bu oyuna fasilə verirəm, amma bilirəm ki, bu oyunu çox sevirsiniz, həqiqətən sevirsiniz. Amma mən bu oyuna fasilə verirəm. Bu oyunu öyrənim, gedim məşq eləyim. Çoxlu məşq eləyim, vicdani retsi. Bu PUBG bu sözləri mənə demə. Lazım deyil, qəbul eləmirəm. Mən bacarmadım. Mən bu oyunu bacarmadım. Bacarana kimi neyini? Bacarana kimi başqa oyunlar oynayacağam. Videomu bu yerinə kimi izlədiyiniz üçün təşəkkür edirəm. Sizdən heç like, bəyənmə istəmədim. Zəhmət olmasa bu videomu bura kimi izləyən əziz dostlarım, bir dənə bəyənmə göndərin. Bu həqiqətən bizim kanalın videolarının kəşfiyyətə düşməsi üçün çox önəmlidir, çox vacibdir. Təşəkkür edirəm. Barmaqlarınız dərk görməsin. Bir gün sizdən də oyun oynayacağam, bir gün sizlərdən də yarış keçirəcəm, maraqlı layihələr sizlərdən də olacaq. İnşallah oynayarıq, kanalımız çox olar sizlərə, inşallah RP-də olarıq, bir şeylər eləyərik. Bu qədər, sağ olun, özünüzə yaxşı baxın, hələlik.